Mən sonuncu spikerimizi, həm də bu günün sonuncu spikerini dəvət eləmək istəyirəm. Anar bəy, buyurun zəhmət olmasa. Təşəkkürlər. İcazə verirsə əsl döyüşçülər adlandırım ən sona qaldığınıza görə. Mən bu günləri danışacağım mövzu əsasən döyüşlə bağlı olacaqdır. İlk olaraq özünüzə bir sual vermənizi istəyərəm. Sabahları sizin brendiniz yox olsa, müştəriniz məyus olacaqdır, yoxsa digər brendə asanlıqla keçid edəcəkdir? Məyus olublar. Tək daim elə olsun, heç bir zaman sizi unutmasınlar, o baxımdan səsləndirdim. Bu döyüşün silahları da fərqlidir və bu döyüş tam qəddardır. Bu döyüşdə kimin büdcəsi çoxdur, kimin illərlə təcrübəsi var, kim bu bazarda daha yaxşı mövqeylənibdir, o qalib gəlmə şansı daha çoxdur. Kimlər ki, bu günləri müəyyən bir endirimlər edir, müəyyən kampaniyalar edir, inanırım sizə onlar tezliklə bazardan çıxma ehtimalları gezi-tezi bu baş verəcəkdir. Mən sizə bir hadisəni danışmaq istəyirəm. Deməli, bir müddət öncə bir biznes sahibi ilə müzakirə aparırdıq. O bildirdi ki, bu biznes bizim atalarımızdan gəlibdir. Bunu ən yaxşı edən bizik. Bizdən yaxşı edəni yoxdur, amma digər rəqibləri bundan daha çox satış edirlər. Nəticədə məlum oldu ki, bunun auditoriyası, hansı ki, zehində müəyyən bir insanlarda qalmayıbdır. Və buna görə də onun satışları heç də uğurlu deyildi. Və qlobalda uğurlu olub, bizdə uğurlu olacaq deyə bir prinsip də yoxdur. Bunu xüsusi olaraq vurğulayım. Məsəl üçün, Apple deyir ki, mən ən yaxşısıyam, Samsung deyir ki, mən hər şeyi bacarıram. Bu tipdə mesajlar heç də bizdə keçərli olacaq deyə deyil. Son dönəmdə Masallının bir kəndində böyük bir kampaniya hazırlaşmışdıq. Orada satış etməyə ən güclü biz idik, ən yaxşı qiymət bizdə idi. Amma məlum oldu ki, o kənddə hansısa bir şəxsin oğlu uzun müddətdir bu sahədə, texniki sahədə işləyir və bütün güvən ona idi. Mənim mesajımın əsas mövzusu ondan ibarətdir ki, qlobalda alınır, o demək deyil ki, bizdə də alınacaqdır. Çünki o kənddə hamının zehinində həmin şəxsin oğlu olaraq qalmışdı. Mənim çıxışım bu qədərdir. Çox sağ ol, vaxtımız azdır deyənlər çox vaxt almaq istəmirəm. Çox sağ ol. Burada bir sual sizə ünvanlamaq istəyirəm. Bu mənim üçün çox maraqlıdır əslində müştəri davranışları ilə bağlı. Müştəri seçimində ilk təsir daha vacibdir, yoxsa uzun müddətli bağ? Bizim bu qeyri-rəsmi olaraq bir deyimimiz var ki, insanın geyiminə görə qarşılayırıq, ağlına görə yola salırıq. Bunu eyni onu bənzətmək istəyirəm ki, İlk təəssürat çox vacibdir, lakin müştərini saxlamaq üçün mütləq şəkildə emosiyalarımız və sair lazımdır.